yalanın özlərini subay kimi göstərirlər. Əslində bunun özü də yalandır. Həqiqəti gizlətmək özü yalandır. Əgər mən, məsələn, evliyəmsə, yalandan kiməsə deyirəmsə, subayamsa, mən yalancıyam. İlham baxım, o evdəki sevmir ki, deyir də başqasına, həyatında olan insana deyir, mən subayam. Yəni, burada bir mənalı deyil, belə deyim də, Samir bəy, bir mənalı deyil, psixologiya bilirsiniz, 2-2 deyil ki, hər kəsdə eyni olsun ki, evdəki sevmir. Ola bilsin ki, evdəki həddindən çox sevir, həddindən çox onu kontrol eləyir, artıq bu kontroldan bezib gedir, azadlıq axtarır. Yəni, nüanslar çoxdur. Ola bilsin ki, doğrudan da sevgi görmür. Ola bilsin, evdəkin sevir, o birisini neynir bəs yaxşı? Yox, demədim sevir. Deyirsiniz ki, o demək deyil ki, evdəkini sevmir. Yox, dedim evdəki ola... Yox, siz məni yanlış anladınız. Dedim, ola bilsin ki, evdəki onu həddindən çox sevir, ona azadlıq vermir, onun belə deyim də boğur. O dərəcədə ki, adam bu sevgidən yorulur. Bəli, xanımı dedim, bəli. Yəni, adam sevgidən boğulur və qaçır, azadlıq istəyir çöldə. Sevgidən nə çox bilməmsən ki, filan kəs evlidir. İllər ərzində. Ay, sən bu mövzunu bağlayaq. Dedim siz bir dənə, mən o bir şeylərə qarşı, siz normal şəkildə 100% hə də Bir insan bilirdi ki, evli